Salam uşaqlar, bugünkü mövzumuz olacaq halogenlərin müqayisəli xassələri. Başlayaq birinci sualdan. Hansı halogenlər adi şəraitdə qaz halındadır? Şagird bilməlidir ki, flordur, xlordur bunlar qaz halındadır, yod bərk haldadır, brom isə maye halında olur. Qaz halında soruşursa doğru cavab olacaq xlor və flor 3 və 4. A variantı. 2. Hansı maddə adi şəraitdə maye haldadır? İndi dedim ki, brom maye haldadır. Doğru cavablar D variantı. Yerdə qalan oksigendir, flordur, xlordur, qazdır, yod bərk halda olacaq. 3. Hansı maddə adi şəraitdə bərkdir? Olacaq yod. Xlordur, yenə deyirəm, qazdır, brom mayedir, azot və helyum qazdır. Hansı turşu mövcud deyil? Hansı turşu mövcud deyil deyəndə, burada hamısını görsən oksigen turş verib. Sən bilməlisən ki, xlordur, bromdur, yoddur. Bunların oksigen turşları mövcuddur. Amma florun oksigen turşusu mövcud deyil. Doğru cavablar A variantı. Əslində bir dənə turşusu mövcuddur, HO-flor, yəni hipoflorit turşusu var. Amma bu da çox davamsız olduğu üçün dərhal parçalanır. Yox dərəcəsində elə bir şeydir. Ona görə bunu götürmürük, saymırıq. Amma H-fluoroz deyə bir turşu yoxdur. 5. Hansı turşu mövcud deyil? Yenə florun oksigen turşusuna baxacağıq. 5 olacaq A variantı. 6. Flordan yoda tərəf halogenlərin sıxlığı və elektromənfi necə dəyişir? Ümumiyyətlə, halogenlərin sıra nömrəsi artdıqca halogenlərin sıxlığı, qaynama və ərimə temperaturları artır. Elektromənfilik necə dəyişir? Gəlin bunu başa salım. Deməli, biz bilirik ki, Mendeleevin cədvəlində yuxarıdan aşağı gəldi. Halogenlər flor, xlor, brom və yod istiqamətində aşağı gəlir. Və yəni belə desək, Mendeleevin cədvəlini çəksək, belə bir şey çəkək. Demişik ki, yuxarıdan aşağı gələndə, qrup üzrə yuxarıdan aşağı gələndə nə artır? Ram artırdı, şagirdlərim bilir. Ram nədir uşaqlar? Reduksiya edicilik, atom radiosu, metallıq. Nə azalırdı? Ego. Ego nə idi? Elektromənfilik, elektron almaq qabiliyyəti, qeyri-metallıq və oksidləşdiricilik azalır. İndi bizdən elektromənfilik soruşursa, görürəm ki, bu buradadır, yəni egodadır. Dedim ki, ego, yəni elektromənfilik azalacaq. Sıxlıq artsın, elektromənfilik azalsın. Deməli, artsın, azalsın haradadır? Y variantında. Keçək 7-ci suala. Flordan yoda tərəf halogenlərin kimyəvi aktivliyi və atom radiosu necə dəyişir? Gəlin baxaq. Birinci sən bilməlisən ki, flordan yoda doğru, flor, xlor, brom, yod istiqamətində aktivlik azalır. Yəni burada ən aktiv halogen flordur, xlor, brom, yod istiqamətində dəyişir. Yəni azalır, azalmaya doğru gedir. Deməli aktivlik azalmalıdır. Atom radiosu nə edir? Yuxarıdan aşağı gələndə dedik ki, ram artır. Ram nə idi? Elektromənfilik, atom radiosu və metallıq. Yəni burada radius artır. Deməli yuxarıdan aşağı gəldikcə radius artır. Doğru cavablar aktivlik deməli artsın, daha doğrusu aktivlik azalsın, radius artsın. Doğru cavablar D variantı. Keçək 8-ə. Tibbdə dezinfeksiya edici kimi hansı maddənin etil spirtində etil spirtin məhlulundan istifadə edirik? Təbii ki, yodun spirtdə məhlulundan istifadə edirik. Doğru cavablar D variantı. 9-cu sualı bunun tamamilə əksini verib. Tibbdə dezinfeksiya kimi yodun hansı həll edicisi? İndi dedik ki, etil spirti. Doğru cavablar B variantı. 10. Sublimasiya prosesində nə dəyişmir? Sublimasiya ümumiyyətlə sən bilməlisən ki, mayenin bərk haldan birbaşa qaz halına keçməsi, yəni bərkdən birbaşa qaza keçməsi. Ondan sonra variantlara baxaq. Deməli, deyir ki, maddənin həcmi. Təbii ki, burada maddənin həcmi dəyişər. Çünki bərk maddənin həcmi ilə qaz maddənin həcmi təbii ki, bir deyil. Ona görə həcm dəyişəcək. Deməli, bunu götürə bilmərəm. Aqreqat halı, təbii ki, bərkdən qaza keçəndə təbii ki, dəyişir aqreqat halı. Deməli, bunu da götürmərəm. Molekullar arasındakı məsafə. Təbii ki, bu da dəyişir. Biz demişik ki, molekullar arası məsafə ən çox hansında olur? Qazda, düzdürmü? Yəni, bir var maddə bərk halında olsun, bir var da qaz halında olsun. Hansı molekullar arasındakı məsafə çox olar? Qazlarda demiş. Baxın, nöqtə-nöqtə qoyuram. Deməli, doğru cavab olacaq yalnız 4. Maddənin tərkibi təbii ki, dəyişməyəcək. Deməli, keçək 11. Sublimasiya prosesində nə dəyişir? Tamamilə bunun əksini verib. Dedik ki, həcm dəyişir, aqreqat halı dəyişir, molekul arasındakı məsafə dəyişir. Ona görə 1, 2, 3-ü götürməliyəm. Y variantı 12. Flor verib maksimal oksidaşma dərəcəsi, bir də minimal oksidaşma dərəcəsini soruşur. Biz bilirik ki, flor 7-ci qrupdur. 7-ci qrupların maksimum müsbət 7, minimum mənfi göstərir. Amma flor burada biraz istisnalıq təşkil edir. Flor
7-ci qrup olmasına baxmayaraq, maksimum göstərir 0, minimum göstərir -1 oksitləşmə dərəcəsi. Bunun izahını uşaqlar oktet və dublet qaydası ilə izah etmişəm ki, flor nə üçün müsbət oksitləşmə dərəcəsi göstərmir və nə üçün 0, yəni 0 bəstallı göstərir, nə üçün -1 göstərir ancaq birləşmələrdə. Onun izahını vermişəm. Keçid edib baxa bilərsiniz videoda. Keçək indi 13-cü suala. Deməli, burada nə oldu cavab? Maksimal 0, minimal -1. Doğru cavablar D variantı. 13. Deməli, x2 plus h yod alınıb hx plus yod. Deməli, buradan görürəm ki, yod buradan çıxardıb. Yodu hansı halogen çıxarda bilər? Nə çıxarda bilər? Xlor çıxarda bilər. Xlor çünki yoddan aktivdir. Ona görə doğru cavablar Y variantı. 14 yenə görəm burada yodu çıxardıb. Deməli, yoddan aktiv olmalıdır element. Məsələn üçün, brom aktivdir. Brom yodu çıxarda fəaldır. 15. X qazdır, boğucudur, halogendir. Qaz olan uşaqlar əvvəlası BC gedər, Y gedər, mayedir. Bromdur, kükürdür, bərkdir. Hidrogen və xlor arasında qalarsan. Hidrogen təbii ki, boğucu qaz deyil. Yerdə qalanlar xlor nəzəriyyədir. 16. X 2 ad işarətdə bərkdir, tüt bənövşəyi rəngdir. Bərk olmağından artıq sən bilməlisən ki, bu nədir? Yoddur bu. Həm də plusda halogendir, bərkdir, yoddur. Keçək 17-ci suala. H-flor, H-yod istiqamətində rabitənin polyarlığı, turşuluq xassələri soldan sağa necə dəyişir? Ümumiyyətlə, nə bilməlisən sən? H-flordur, H-yod, daha doğrusu H-xlor, H-brom, H-yod. Sən bilməlisən ki, soldan sağa getdikcə, yəni flor, xlor, brom, yod istiqamət getdikcə, turşuluq xassəsidir, reduksiyicilik də artır, kovalent rabitənin polyarlığı azalır. İndi bizdən polyarlıq soruşursa, bu istiqamətdə polyarlıq indidən azalacaq. Turşuluq nə edəcək? Artacaq. Həm də reduksiyicilik artacaq. Deməli, polyarlıq azalsın, turşuluq artsın. Doğru cavablar D variantı. Keçək 18-ci suala. Deməli, baxaq. Halogenlər üçün hansı ifadə doğru deyil? Atom radiusları kiçildikcə oksitləşdiricilik qabiliyyəti artır. Gəlin baxaq uşaqlar. Bax, flor yenə yuxarıdan aşağı yazıram. Flor, xlor, brom, yod. Təbii ki, sən bilirsən ki, burada ən kiçik, belə deyək, proton kimdədir? Florda. Sıra nömrəsi olaraq. Yodda ən böyükdür. Yuxarıdan aşağı gedəndə dedik, demək, sıra nömrəsi artıraq ona görə. Sıra nömrəsi artırsa, yəni, belə deyək də, deməli, biz dedik ki, yuxarıdan aşağı getdikcə nə artırdı? Ram artırdı. Ego nə inirdi? Ego nə idi? Elektromənfilik, qeyri-metallıq, oksitləşdiricilik azalır. Düzdür? Yəni, bu azalırdı. Azalır. Yəni, ram da artırdı. Deməli, atom radiusu kiçildikcə deyirsə, bu yuxarıdan aşağı dedim ki, böyürdü. Atom, yəni flordan yoda getdikcə atom radiusu böyür. Onda kiçildikcə deyirsə, aşağıdan yuxarı gedir də, yoddan flora doğru. Onda yoddan flora getdikcə, yəni aşağıdan yuxarı getdikcə bunun əksi olacaq. Yəni ego artacaq. Ego nə idi? Elektromənfi, qeyri-metal, oksitləşdiricilik. Ram azalacaq. Yəni burada əsas məqsəd nədir? Oksitləşdirici artır, düzdür? Deməli, birinci variant doğrudur. Oksitləşdirici artacaq. B variantı molekulları 2 atomdan ibarətdir. Bəli, hamısında flor 2, bir dəqiqə, flor 2, xlor 2, brom 2, yod 2 kimi yazılır molekul şəklində. Bu doğrudur. Keçək C variantına. Atom radiusu, yox, C variantı işarələdim. Keçək C variantı. Atom radiusları artdıqca elektromənfilik artır. İndi dedim, bax, flordur, xlordur, brom yod istiqamətində nə edir? Belə deyək, sıra nömrəsi artır, düzdürmü? Ram artır. Ram artırsa, ego nə edirdi? Azalırdı. Bu cür yadda saxla. Yəni, elektromənfilik nə edirdi? Azalırdı. Burada amma yazıb artır. Bu səhv ifadədir. Doğru cavablar D variantı. Atomların xarici enerji səviyyəsində 7 elektron var. Bəli, 7-ci qrupdur. Doğrudur. Sərbəst halda təbiətdə rast gəlmir. Bəli, doğrudur. Buruqlarda, azadda tapılır uşaqlar. 19. Hansı ifadələr bütün halogenlər üçün doğru deyil? Gəlin baxaq. Metallarla uçucu birləşmə əmələ gətirir. Xeyr, ümumiyyətlə metallar uçucu birləşmə əmələ gətirmir. Biz demişdik ya,
birinci, ikinci qruplar metaldır. Metallarda uçucu birləşmə mənə gətirmir. Bu səhv ifadədir. Bunu götürə bilərəm. 7-ci qrupun əlavə yarım qrupunda yerləşir. Xeyr, hamısı üçün şamil deyil axı bu. Məsələn üçün flor verərəm mən sənə. Flor 9-dur, düzmü? Yazıram 2, 7. Necə olur? 2s2, 2p, 5 kimi. Burada D yarım səviyyə, əlavə yarım qrup olması üçün burada D yarım səviyyəsi olmalıdır. D yarım səviyyəsi yoxdursa florda, deməli buna bu cümlənin bütün halogenləri şamil etmək olmaz. Burada deyir bütün halogenlər üçün olsun. Amma burada məsələn xlora aid ola bilər, digər halogenlərə aid ola bilər, flora aid ola bilməz. Ona görə bu da səhvdir. Elə 1-2 olar cavab. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Bəli. Minerallar şəklində, duzlar şəklində tapılır. 20. Hansı ifadələr bütün halogenlər üçün doğrudur? Bax, burada bütün sözünə diqqət etmək lazımdır. Gəlin baxaq. Molekullarında cütləşməmiş elektronlar var. Molekulunda deyirsə, molekulunda uşaqlar cütləşməmiş elektron yoxdur. Atom vəziyyətində olar. Oksigenlə reaksiya daxil olurlar. Oksigenlə reaksiya daxil olurlar. Bu səhv cümlədir axı. Demişik halogenlər, hətta oksigen dərsində deyilib ki, deməli oksigen halogenlərlə reaksiya daxil olmur. Flor, xlor, brom, yod. Vəsə. Deməli bu da daxil olmaz. Bu cümlə səhvdir. Hidrogenlə uçucu birləşmə mənə gətirirlər. Bəli. Hidrogenlə uçucu birləşmə. Doğru cavablar yalnız 3D variantı. 21. Bütün halogenlər üçün hansı ifadə doğrudur? Gəlin baxaq. Molekulları 2 atomludur. Bəli, molekulları xlor 2, brom 2, yod 2, flor 2 kimi yazılır. Bu doğru ifadədir. Gecə indi 2-yə. Nüvələrin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı artır. Bayaq biz dedik ki, belə deyək, nüvənin yükü artdıqca, yəni nüvənin yükü artdıqca nə deməkdir? Yəni flordan yoda doğru getdikcə nə edirdi? Polyarlıq azalardı. Yəni belə başa düşək. Nüvənin yükü nə vaxt güclü olur? Bax, flor, xlor, brom, yod istiqamətində dedik ki, belə deyək, nə edirdi? Atom radiosu artırdı, düzdürmü? Ram artırdı, atom radiosu. Əgər atom radiosu artırsa, yəni bir var elektron nüvəyə yaxın ola, nüvəyə çox yaxın ola, bir var da uzaq ola. Hansı daha davamlı olar? Təbii ki, nüvəyə yaxın olan davamlı olar, düzdür? Yəni bu olar. Deməli, belə çıxır ki, nüvəsinin yükü artdıqca, yəni sıra nömrəsinin yükü artdıqca, nüvəsinin yükü artdıqca nə edir? Davamlılıq azalır. Deməli, bu səhv ifadədir. Qələvi metallarla duz əmələ gətirir. Bəli, doğrudur. C variantı. 22. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Azot da pis həll olur, oksigendir, hidrogendir. Bunlar pis həll olur, amma hidrogen halogenlər yaxşı həll olur. Doğru cavab B. 23. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Dedim ki, oksigendir, azotdur, hidrogendir, NO2. Bunlar hamısı pis həll olur, amma hidrogen halogenlər suda yaxşı həll olur. 24. Hansı maddələr rəngə malikdir? Xlor verib, xlorun özünə məxsus bir rəngi var. Bromdur. Ümumiyyətlə halogenlərin rəngi var da, uşaqlar, düzdürmü? Amma oksigendir, azotdur. Bunların rəngi yoxdur, rəngsiz qazlar. Elə doğru cavablar xlor, brom, yod. 1, 2, 3. D variantı. 25. Hansı maddələr rəngə malikdir? Dedim, halogenlərin rəngi var. Amma oksigendir, hidrogendir, azotdur. Bunların rəngi yoxdur. Yəni bromda, yodda rəng var. Yəni 1, 3. D variantı olacaq. 26. Hansı maddələr rəngə malikdir? NO2 verib. NO2 sən bilirsən ki, qonur rəngli qaz. Deməli, bunun rəngi var. Amonyakdır, bunun rəngi yoxdur. Karbon qazı, bunun rəngi yoxdur. Xlordur, bromdur, halogendir, rəngi var. 1, 3, 4. Doğru cavablar C variantı. 27. Hansı qaz suda pis həll olur? Dedim ki, hidrogen halogenitlər suda yaxşı həll olur, amma oksigen suda pis həll olan qazdır. 28. Hansı reaksiya getmir? Birinci reaksiyada fosfor plus flor. Deməli, burada alınır P xlor, daha doğrusu P flor 5. P flor 5. Az miqdarda olduqca P flor 3 də alına bilər. İkincisində uşaqlar brom verib, natrium bromid verib, bir də xlor verib. Xlor bromdan aktiv olduğu üçün, bəli, xlor gəlib bromu çıxaracaq. Yəni natrium xlor plus brom verəcək. Yəni bu reaksiya baş verəcək. C variantı, burada oksigen alınacaq. Oksigen plus H flor alınacaq. Deməli, bu reaksiyada baş verəcək. Yəni burada xlor neynədir? Oksigen neynədir burada? Deməli, oksiləşdi.
Oksidsləşdi, yəni reduksiya edici oldu. D variantında xlor yoddan aktivdir. Bəli, burada kalium xlorid plus yod alınacaq. Amma Y variantında yod ümumiyyətlə heç bir halogeni çıxarda bilməz. Bu reaksiya getməz yəni. Keçə 29 hansı reaksiya gedir? Yenə baxırsan A variantına. A variantda bromla kalium floridi verib. Ümumiyyətlə dedik ki, brom ən aktiv burada nədir? Flor. Yəni brom bundan az aktivdir. Bu az aktivi çıxarda bilməz. Axı, yəni bu reaksiya getməz. B variantında brom xlordan zəifdir. Bu reaksiya getməz, çıxarda bilməz. Yod ümumiyyətlə C-yə baxın, yod ümumiyyətlə heç birini çıxarda bilməz. D variantında xlor floru çıxarda bilməz, çünki aktivliyi az flora baxanda. Y variantı belə xlor kalium bromiddən bromu çıxarda bilər. Yəni bu reaksiya baş verər. Y variantı. Keçək indi 30-cu suala. Nə deyir bizə? Maddələrin oksidləşdirici xassəsinin artma sırasını göstərin. Demişdik ki, flor, xlor, brom, yod. Bu istiqamətdə nə azalır? Ego. Yəni ki, elektromənfilik qeyri-metallıq oksidləşdiricilik azalır. Bu istiqamətdə azalarsa, onda bəs altdan yuxarı necə olar, aşağıdan yuxarı? Necə olar? Olacaq, ego artacaq. Əksinə olacaq da, təbii ki. Yəni, belə çıxır ki, oksidləşdiricilikdir, qeyri-metallıq, elektromənfilik, elektron almaq qabiliyyəti artacaq. Yəni ki, yoddan flora doğru da. Deməli, A variantı doğru variantdır. Yəni, yoddan xlora doğru getdikcə bu istiqamətdə artacaq. 30 A variantı. 31. Flor üçün hansı ifadə doğrudur? Gəlin baxaq. Birləşmələrdə -1, müsbət 7 oksidləşmə dərəcəsi göstərir. Tamamilə səhvdir. Dedik ki, birləşmələrdə -1 göstərir. Səhvdir. B. Sənayedə duzların suda məhlun elektrolizindən alırlar. Xeyr uşaqlar, yeganə halogen flordur ki, bunu suda məhlulun elektrolizindən almaq olmur. Nə üçün? Bax, natrium flor, tutaq ki, yazıram. Üstünə suda məhlun elektrolizini yazıram. Bu zaman uşaq demişdik ki, turşu qalığı flor olarsa, nə edirdi? Anoda oksigen gedirdi. Yəni, belə deyək, katodda hidrogen, anodda oksigen, məhlulda isə alınır natrium flor. Yəni, nəticə etibarı ilə neynədir? Burada oksigen çıxdı, flor çıxmadı ki. Deməli, mən bu üsuldan, suda məhlun elektrolizindən flor ala bilmirəm. Amma boş ərintisinin elektrolizindən almaq olar. Bəli, natrium plus flor 2 almaq olar. Deməli, bu ifadə ona görə səhv, çünki suda məhlundur. C variantı oksigenli turşuları mövcuddur. Tamamilə səhvdir, bayaq dedik. 4. D variantı 7-ci qrupun əlavə yarım qrupunda yerləşir. Xeyr, flor 9-dur. Necə yazırdıq? 2S2, 2P5. Yəni bu 7-ci qrup əlavə yarım qrupunda yerləşməsi üçün burada ən azı D yarım səviyyəsi olmalıdır. Amma ikinci dövrdə D yarım səviyyəsi yoxdur axı. Ona görə nədir? Əsas yarım qrupdur. Bu da səhvdir. P elementidir, bəli. Sonuncu elektron hansı orbitala düşür? P-yə, düzdürmü? Ona görə olacaq P orbitalı. P elementi. 32. Flor üçün hansı ifadə doğru deyil? Gəlin baxaq. 7-ci qrupun əsas yarım qrupunda yerləşir. Bəli, əsas deyirsə doğrudur. Birləşimlərdə -1 göstərir, doğrudur. Sənayedə duzların, bax, ərintisinin elektrolizindən alınır. Bu da doğrudur, dedik. P elementidir, bu da doğrudur, dedik. Deməli, bizə deyir ki, oksigenli turşuları mövcuddur ki, bu səhvdir. 33. Hidrogen halogenitlərin suda məhlullarında turşuluq xassəsinin onların molyar kütləsinin asıllığını göstərin. Gəlin baxaq uşaqlar. Biz demişdik ki, ümumiyyətlə, bax, H flor, H xlor, H brom, bir də H yod istiqamətində. Təbii ki, bu istiqamət nə edir? Kütlə artır da, yəni flor ən kiçikdir halogen kütlə olaraq, yod ən böyükdür. Yəni bu H flordan belə deyək bir dəqiqə. H flordan H yoda getdikcə nə edir? Molyar kütlə artır. Molyar kütlə artırsa, yəni biz bayaq dedik ki, soldan sağa nə artırdı? Turşuluq xassəsi reduksiyacılıq artırdı, karbon terapiydən polyarlığı azaldı. İndi bizdən turşuluğu soruşursa, turşuluq nə edəcək? Artacaq. Yəni molyar kütləsi artdıqca, yəni molyar kütləsi artdıqca nə deməkdir? H flordan H yoda doğru getmək deməkdir. Doğru cavablar B variantı. 34. 34. Hansı ifadə halogenlərə aid deyil? Gəlin baxaq. Suda nisbətən az həll olurlar. Bəli, halogenlər.
Daha doğrusu səhvdir. Bayaq dedik, yaxşı həll olurlar. B. Hidrogenli birləşmələri uçucudur. Hidrogenli birləşmələri uçucudur. Baxaq. Səhvdir. Daha doğrusu düzdür. Hidrogenli birləşmələr uçucudur. Bayaq dedik. Təbiətdə sərbəst halda yoxdurlar. Bəli, yoxdurlar. Qüvvətli reduksiya ecidilər səhvdir. Qüvvətli oksidləşdiricidir. Necə olur o? Baxın. Deməli, çəkirəm Mendeleyevin cədvəlini. Deməli, halogenlər 7-ci qrupda yerləşir də, düzdürmü? Biz demişdik ki, soldan sağa getdikcə dövr üzrə nə artırdı? EGO, yəni elektromənfilik, qeyri-metallıq oksidləşdiricilik artır, düzdürmü? RAM azalırdı, yəni reduksiyacılık, atom radiusu, metallıq azalırdı. İndi yəni soldan sağa dedim, reduksiyacılık azalır, artmır ki. Deməli, zəif reduksiyacıdır. Qüvvətli yox. Bu səhvdir. Molekullar 2 atomludur, bəli, bayaq dedik. 35 xlor və yod üçün hansı ifadələr doğrudur? Hər ikisi üçündür. Gəlin baxaq. Nə deyir bizə? Hidrogenlər reaksiyaya daxil olurlar. Bəli, hər ikisi daxil olur, amma bizə doğru deyil soruşur. Doğru deyil, səhvi soruşur. Səhvi götürməliyik. Biri doğrudur. Kükürdlər reaksiyaya daxil olurlar. Bəli. Xlor daxil olur, amma yod daxil olmur. Yoddan kükürd reaksiya daxil olmur. Ona görə bunu götürə bilərəm. Kalium bromdan bromu çıxarırlar. Kalium bromdan xlor çıxarda bilər. Razıyam. Xlor fəaldır, amma yod dedik ki, heç bir halogeni duzundan çıxara bilməz. Deməli 3 səhv ifadədir. 2, 3, Y variantı. 36. Hansı oksidləşmə prosesi yalnız ərinti. Bax, burada deyir, yalnız ərintinin elektrolizinə aid olsun. Bayaq dedim ki, yalnız ərintinin elektrolizindən almaq olan ala biləcəyimiz halogen flördür. Bayaq yazdım, natrium florun elektrolizinin ərintisini yazdım, düzdürmü? Deməli, burada yalnız flor almaq olar. Digərlərini, yəni yodlu, xlorlu, bunların hamısının həm ərinti, həm də suda məhlul elektrolizini almaq olar. 37. Hansı oksidləşmə prosesi sulu məhlulun elektroliz zamanı getmir? Bax, sulu məhlul deyir ha. Sulu məhlul dedim ki, flordur, düzdürmü? Floru suda məhlulun elektrolizini almaq olmur. Amma ərintisindən almaq olur. Elə burada da olar flor. 38. Hansı ifadə doğru deyil? Gəlin baxaq. Deməli, bizə deyir ki, flor, xlor, brom, yod istiqamətində sıxlıq artır. Bəli, bayaq dedim, halogenlərin sıra nömrəsi artdıqca sıxlığıdır, qaynama və ərimə temperaturu artır. Deməli, bu doğru ifadədir. Floriddən yodda doğru turşuluq güclənir. Bəli, dedim, H flordan H-yoda getdikcə turşuluq, reduksiyacılık artır, kovalent rabitənin polyarlığı azalır. Deməli, bu da doğru ifadədir. C variantı, flor, xlor, brom, yod istiqamətində ion radiusu artır. Gəlin baxaq uşaqlar. Yenə dedim, bu da doğrudur. Sadəcə göstərir. Demək, flordur, xlordur, brom, yəni yuxarıdan aşağı gəlir bu. Mendeleyevin cədvəlində. Yuxarıdan aşağı dedik ki, nə artırdı? RAM. Yəni reduksiyacılık, atom radiusu və metallıq artırdı. Digəri azalırdı. Yəni burada atom radiusu nə edir? Artır. Demək, doğru ifadədir. Keçək deyə flor, xlor, brom, yod istiqamətində oksidləşdiricilik azalır. Azalır, baxaq. Bəli, indi yazdıq. RAM artırdısa, ego nə edirdi? Azalırdı. Yəni oksidləşdiricilik, qeyri-metallıq, elektron almaq və elektromənfilik azalırdı. Deməli, bu ifadə də doğrudur. Keçək, deməli, nə deyir? Flor, xlor, brom, yod istiqamətində ion radiusu azalır, səhvdir. Burada dedik ki, C variantını artır axı. Deməli, səhv ifadədir. 39-a baxaq. Hansı ifadələr doğrudur? Flordən yodda doğru turşuluq azalır. Xeyr. Bayaq dedik ki, flordən yodda doğru turşuluq, reduksiyacılık artır, polyarlıq azalır. B variantı, flor, xlor, brom, yod istiqamətində ion radiusları azalır. İndi dedim ki, ion radiusu yuxarıdan aşağı gəldikcə nə edir? RAM artır, yəni atom radiusu artır. C variantı, flor, xlor, brom, yod istiqamətində reduksiyacılık artır. Yenə yazıram. Deməli, bu istiqamətdə nə edir? RAM artdı, yəni reduksiyacılık, atom radiusu, metallıq artdı. Doğru cavablar C variantı. 40. Deməli, bizə nə deyir? HX verib, Y, HZ sırasında turşuluq xassəsi artırsa. Sən avtomatik bu cümləni görən kimi bilməzsən ki, turşuluq xassəsi hansı istiqamətdə artırdı? H flordan, belə deyək, H-yoda doğru. H brom, H-yoda. Yəni, bu istiqamətdə turşuluq artır.
Yəni ki, X nə olmalıdır? X ya flor olar, ya xlor. O ikisindən biri. Yod ola bilməz. Yod ən güclüdür. Onun üçün flor, xlor ola bilər. Bəzi Z nə ola bilər? Z də yod ola bilər uşaqlar. Xlor, flor ola bilməz. Ya D qalar, ya Y. İndi baxaq, deməli, D-dən Y-yə. Y nə ola bilər? Y brom ola bilər, ya da xlor ola bilər, düzdürmü? Bu ikisinin aralığında ola bilər də. Flor ola bilməz. Flor ən əvvəldə olmalıdır. Yəni burada flor burada olmalıdır. Doğru cavablar Y variantı. Keçək 41-ci suala. 41-ci sualda HX, HY, HZ sırasında turşuluq xassəsi azalır. Turşuluq xassəsi azalırsa, hansı istiqamətdə azalırdı? Bax, H flor. Qoy, indi sildim bir dəqiqə. Burada yazaq. Deməli, dedik bu istiqamətdə artır. Onda belə çıxır ki, sağdan sola gəldikcə azalar da turşuluq. Yəni ki, burada nə olacaq cavab indi? Onda bu istiqamətdə azalırsa, onda Z-in nə olmalıdır? Z-in flor olmalıdır. Z-in flor olmalıdır. Çünki bu istiqamətlər azalır, düzdür? Flor, Z-in flor, Y-in xlor, brom ola bilər. İndi brom verməyib, xlor götürürük. X-in də yod olmalıdır. Harada da variant? C variantı. 42. Kalsium xlorid, nə bilim, kalsium florid verib, halogenlərin duzunu verib. Deyir, bu maddələrin hansı halogendir? Gəlin başlayaq birinci, burada kalsium yodiddən. Kalsium yodid plus X alınıb nə? Kalsium xlor 2. İndi nəyə diqqət etirirəm? Görürəm ki, burada X gəlib yodu çıxardıb. Deməli, X yoddan aktivdir, düzdürmü? Əgər burada xlor, kalsium xlorid alınıbsa, yəni xlorlu duz alınıbsa, deməli bu X nə imiş? Xlor imiş də. Gəlib bu xlor, yəni yodu çıxarda bilib buradan. Deməli, X-im nədir? Halogen. X olmayan cavablar getdi. Keçirəm Y-ə. Kalsium xlor 2-dən, deməli, üstünə Y gəlib, kalsium flor 2 alınıb. Burada nəyə görürəm? Görürəm ki, Y xloru çıxardıb, düzdürmü? Halogenlərlə. Deməli, bu xlordan aktiv halogendir. Deməli, bu kalsium florid alınıbsa, Y flor. Flor niyə olur? Çünki flor xlordan aktivdir, duzundan çıxardıb özü keçə bilir də xlorun yerinə. Deməli, Y nədir? Halogen. X, Y. Y variantı. Z niyə olmur? Çünki kalsium floridin üzərinə Z gəlib bromid alınıb. Burada heç vaxt brom, flor gəlib çıxarda bilməz. Çünki bromdan aktivliyi azdır. Həmçinin bromda üstünə T gəlib yod alınıb. Burada yod olardı T-nin yerinə. Amma T heç vaxt gəlib, belə deyək, yəni bromu yerindən çıxarda bilməz, duzundan çıxarda bilməz. Doğru cavablar Y variantı. 43. Bu da həmçinin eyni sualdır. Əgər, deməli, natrium xlordur, düzüm üstünə Y gəlib, natrium brom. Burada Y brom olsa, mümkün deyil ki, bu reaksiya baş versin. Çünki brom xlordan zəifdir. Deməli, Y olan cavablar götürə bilmərəm. Y olan cavablar getdi. Qaldım X-a. X-a baxaq. Görürəm bu yoddur. X gəlib üstünə natrium xlor. Deməli, bu X nədir? Xlordur. Doğrudan da sən bura xlor qoysan, yodun duzuna yodu çıxardıb kənara ata bilər, özü keçə bilər yerinə. Deməli, X götürə bilərəm. Nağd X var. Z-ə baxaq. Deməli, Z də götürə bilərəm. Nə üçün? Burada bromdur, burada flor. Deməli, bura mən Z-i flor götürsəm, bəli, flor bromun duzundan bromu çıxarda bilər. Yəni, natrium flor alına bilər burada. Deməli, flor götürsəm, elə halogendir bu da. X-dan Z. 44-də baxaq. Deməli, H xlordur, dəmir, bir nə reaksiya yazaq. H xlor plus dəmir. Burada alınır dəmirin 2 valentli duzu, ferium xlor 2 plus hidrogen. Deməli, görürəm X bilmirəm, Y-dir, X-dir, hansıdır, düzdür, hansı hidrogendir, hansı dəmirin duzdur. Burada mən bromu görürəm. Deməli, X-ım, qardaş, bax, bura bax, X təsəllə ferium xlor 2-dir, düzdürmü? X-i mən ferium xlor 2 götürsəm, bunun üstünə brom gəlsəm, bu reaksiya baş verməz. Mümkün deyil ki, burada Z maddəsi alınsın. Nə üçün? Çünki brom passivdə, xlora baxanda düzdür, xloru çıxarda bilməz. Deməli, X-ım nə olub? X-ım hidrogen olub. Doğrudan da sən hidrogen götürsən, X-ı, üzərinə brom gəlsən, reaksiya gələcəkdə, yəni H brom alınacaq. Yəni, burada Z nə olacaq? H brom, X-i nə olacaq? Hidrogen. Çıxan bu Y-də, yəni bax, oxun altındakı dəmir 2 xlorida olacaq. Doğru cavab olacaq
nə qalır yerdə? Y-i tapdıq, hidrogen, X-i tapdıq, hidrogen. Bunu A variantı. 45-ə baxaq. 45-də də demək burada alınır ferium xlor 2. Yəni sən bilmirsən X-dir, Y-dir, ferium xlor 2-dir, bunu bilmirsən. Bunu müəyyən eləməlisən. Deməli, əgər üstünə xlor gəlib, Z maddəsi alınıbsa, demək bu ferium xlor 2 ola bilməz. Yəni Y nəymiş? Hidrogen imiş. Onda çıxan nədir? Dəmir 2 xlorid, yəni X-i tapdın, yerdə qalır H xlor qalır. Yəni hidrogen üstə xlor gələndə H xlor alınır. Doğru cavablar 45-də B variantı. 46-ya baxaq. Deməli, reaksiya daxil olan maddələr verib. Natrium plus flor, natrium plus xlor, nə üçün soruşub bilirsən? Hansı maddələrin həm ərintisinin, həm də məhlulun elektrolizindən halogen almaq olur? Bax, burada nədir cümlədə? Həm ərintisindən, həm də məhlulun elektrolizindən almaq olsun. Halogen almaq olsun. Bax, mən də dedim. Dedim ki, flor yeganə halogendir ki, biz onu duzunun suda məhlulun elektrolizindən halogen ala bilmirik. Məsələn, bayaq yazdım natrium flor, düzdürmü? Alınıb, bax, burada belə götürək. X maddəsi burada nədir? Natrium flor. Burada nədir? Natrium xlor. Burada nədir? Natrium brom. Düzdürmü? Bayaq dedik ki, natrium flor H2O elektroliz nəticəsində alındı. Katoda getdi hidrogen, yəni belə deyək, su parçalandı. Oksigen getdi anoda, məhlulda ilə natrium flor qaldı. Almaq olmadı ki. Amma sən natrium xloru sudan məhlulun elektrolizindən ala bilərsən. Burada nə alınır? Katodda hidrogen, anodda xlor, məhlulda isə natrium OH əsas çıxır. Deməli, yeganə element nə oldu? Flor oldu ki, halogen. Onu ərintisinin elektrolizindən başqa heç cür almaq mümkün deyil. Suda almaq mümkün deyil. Ona görə flor olan cavabları çıxırsan, natrium xloru, natrium bromidu almaq olar. Yəni Y-dən Z-i almaq olar. Doğru cavab C variantı. Keçək 47. Bu da həmçinin eyni sualdır. Həm ərintisindən alsın, həm də məhlulun elektrolizindən almaq olsun. Yenə deyirəm, burada nə alınır? Kalium flordur. Sən nağdı bilirsən ki, kalium floridu ərintidən almaq olar, razıyam. Amma məhluldan almaq olmaz. Ona görə Y götürmürsən, Y olan cavabları getdi. Yerdə qalır X və Z. 48. Nüvələrin yükünün artması sırasını müəyyən edin. Gəlin baxaq. Deməli, gümüş nitrat töküb qaba və sarı çöküntü əmələ gəlib. Sən bilməlisən ki, burada X-in yerinə yod olsa, yoddan gümüş birləşib, yəni gümüş yodid sarı rəngli çöküntü verəcək. Ondan sonra görürəm ki, burada gümüş nitrat töküb X-Y-in üstünə ağ rəngli çöküntü əmələ gəlib. Gümüşlə ağ rəngli çöküntü verən nə idi? Gümüş xlor idi. Düzdür, ağ rəngli çöküntü idi. Deməli, Y-in xlordur. Sarımtıl rəngli çöküntü alınıbsa, bu da gümüş bromid orada sarımtıl rəngli çöküntü. Deməli, Z də bromiymiş. Bizə deyir ki, X-i tapdıq, bir dəqiqə yod. Deməli, Y-i də tapdıq xlor. Z-i tapdıq brom. Bizə deyir, nədir? Nüvələrin yükünün artma sırasını göstərin. Deməli, ən kiçik burada xlordur, yəni Y-dir. İkinci hansıdır? Bromdur, yəni Z-dir. Üçüncü nədir? Ən böyük nüvə yükü yoda aiddir. Yəni ki, X aiddir. YZX. YZX. Y variantı 48. Keçək 49-a. İçməli suların dezinfeksiyasında xlordan, havuzların dezinfeksiyasında isə həm xlor, həm də bromdan istifadə olunur. Xlor qazının nəysə bura lazım deyil. Bizə belə baxıram. Bromun su ilə reaksiyasında zəif sürətlə gedir. Ona görə də təsir uzun müddət olub. Bu da lazımdır. Həftəlik norma olaraq 5000 litr hovuz suyuna 17,75 qram xlor 2, 40 qram brom 2 əlavə edilməlidir suya. Əlavə edən halogenlər cəmi neçə molekul sayını hesablayın. Sadə sualdır uşaqlar. Deməli, bizə nə verib? Xlor 2 verib 17,7 qram. Gəl sən birinci xlor 2-nin öz kütləsini tap. Xlor 2-nin öz kütləsi neçədir? 71 qram, düzdürmü? İndi sənə verib 17,75 qram, yəni 4/1 verib də. Yəni belə yazsaq, 71 qramında nə qədər hissə saxlayır özündə? 1 mol nə qədər saxlayırdı? 6,2 vurulsun 10,23 sayda molekul saxlayır özündə. İndi 17,75 qram veribsə, bu nə qədər eləyir? Eləyir, X eləyir 1,505 vurulsun 10,23. Deməli, bunu tapdıq. İkincisinə keçirəm broma. Deməli, brom 2-nin öz kütləsi neçədir?
160 qram. Demək, brom atomu 80-də 2 dənə brom atomu 160 qram. 160 qram brom 1 molda, düzdürmü? Yəni 1 mol dedim nə qədər hissəcik saxlayır? 6,2 vurulsun 10 üstü 23 sayda hissəcik saxlayır özündə. Yəni 40 qram brom veribsə 40-a nə qədər olar? Yenə 4 dəfə azalar, x eləyər. Deməli 1,505 vurulsun 10 üstü 23. İndi ikisinin də molekul sayını tapdıq. Bizə bunun cəmini soruşur axı. Bunların da cəmini neçə eləyəcək? 1,505 üstdən gəlsin 1,505. Yəni bu da eləyir 3,1 vurulsun 10 üstü 23. Bunların cəmidən yazaq. Vurulsun 10 üstü 23. Üzərinə gəlsin 2-yə də vura bilərsin. 10 eynidir. 1500 vurulsun 10 üstü 23. Bu da eləyir 3,1 vurulsun 10 üstü 23. Doğru cavab B variantı. Keçək 50-ci suala. Bəzi təbii mineral suların tərkibində xlor və brom ionlarına rast gəlinir. Mineral suyun hər litrində, bu cümlə vacibdir, %2 mol xlor və %1 mol brom ionları olur. Bir ailə gündəlik olaraq bu mineral sudan 3 litr içərsə, onların qəbul etdiyi xlor və brom ionları mol sayını müəyyən edin. Gəlin baxaq uşaqlar. Deməli, bizə deyir ki, hər litrində xlor nə qədərdir? Bax, 1 litrində nə qədər xlor ionu var? %2 mol xlor ionu var. Bizə 3 litr deyir axı, düzümü? 3 litrdə nə qədər olar? X. X neçə eləyir? %6 nə oldu? Xlor ionu. Xlor tapdıq. Gəlin brom bax. Hər litrində brom nə qədərdir? %1. Yəni 1 litrində %1 mol brom var. Bəs 3 litrində nə qədər olar? Yəni %3 brom. Yəni %6, %3 A variantı. 51-ə baxaq. Baxaq indi 51-ə. Deməli, heç bu cümlə bizə yendirim lazım deyil. Belə baxıram. Bizə lazımdır kənd təsərrüfatı ilə məşğul olan fermer bir mövsümdə tərkibində 200 mol xlor atomu və 100 mol brom atomu olan pestisidlərdən istifadə edirsə, bu sənayedə almaq üçün optimum nə qədər xlor və bromun kütləsini hesablayın soruşur. Deməli, necə hesablayacağıq? Deməli, 200 mol nə verib bizə? Xlor atomu, düzdür? Bizə xlor 2-dən brom 2-nin molekul sayının kütləsini soruşur. Molekul şəklində. Deməli, yazırsan ki, birinci necə? 1 mol xlor atomunun kütləsi neçə qramdır? 35,5 qram. 35,5 qram. 200 mol xlor atomu veribsən. 200 mol nə qədər olar? X. X neçə eləyir? 7100. 7100 qram tapdın da. İndi bu kiloqramla soruşsa, bunu neçəyə bölürsən? 1000-ə bölərsən də. Bu neçə eləyər? 7,1. Yəni xlor tapdıq. Keçək indi broma. Yenə deyirəm, 1 mol brom atomunda nə qədər kütlə var? 80 qram. 100 mol bromda nə qədər olar? X. X eləyir 8000. Kütləni kiloqrama çevirsək 1000-ə bölərik. Neçə eləyir? 8. 7,1 8 B variantı. Keçək 52. Xlor və bromdan bərpa olunan enerji sistemlərində istifadə olunan bəzi maddələrin istehsalında istifadə olunur. Bu sistemləri istehsal edən zavodda gündəlik olaraq 2840 qram xlor və xlor 2 və 1600 qram brom 2 sərf olunarsa, sərf olunan molekullarının ümumi sayını hesablayın. Deməli, xlor 2-nin bayaq dedim, kütləsi neçə qramdır? 35,5 vurulsun 2 neçə eləyir? 71 qramdır, düzdür? İndi 2840 qram xlor nə qədər eləyir? Bölsək 71-ə, neçə eləyir bu? Eləyəcək 40. Düzdürmü? Brom 2-nin öz kütləsi neçədir? Brom 2-nin öz kütləsi 160 qramdır. İndi 1600 qram bromu bölsək 160-a öz kütləsi neçə eləyir? 10. Ümumi molekul neçə tapdı molu? 40 mol, 10 mol, 10 mol. Bu neçə eləyir? 50. Yəni bunların cəmini soruşur da bizdən. Cəmi də neçə eləyər? 50. 50 ENA. C variantı. 53. Xlor və bromdan qida sənayesinin müxtəlif sahələrində istifadə olunur. Xlor əsasən suyun və bəzi və qidaların məhsullarının dezinfeksiya, brom isə bəzi qida qoruyucu maddələr və qida əlavələrinin istehsalında rol oynayır. Məsələn, bromlu nə yazıblar? Nağıl yazıblar bura. Bura lazımdır. Keçək bura. Qida emalı zavodu gündəlik olaraq 355 qram xlor, 320 qram brom istifadə edir. Sərf onu hacinin ümumi sayını soruşur. Mol sayını soruşur. Yenə xlor 2 verib görürsüz də burada.
Xlor 2-nin öz kütləsi neçə qramdır? 71 qram. 355 qram neçə moldur? Bölsən 71 öz kütləsini tapacaqsan 5 mol. Xloru tapdın. Brom neçə qramdır? Brom 2 160 qram. 320 qram brom neçə moldur? Bölərsən kütləsini 160-a neçə eləyər 2? Demək 5 2 hardadır? D variantı. 54. Xlor və brom kimyəvi reaksiyalar zamanı geniş, bu da lazım deyil. Buradan baxaq. Demək, alkoqol istehsal zavodunda verilmiş kimyəvi reaksiyalar zamanı 1000 mol xlor atomu və 500 mol xlor atomu, brom atomu istifadə olunur. Sərf olunan xlor 2 brom 2-nin kütləsini hesablayın. Yenə baxaq. Deməli, 1 mol xlor atomunun kütləsi neçə qramdır? 35,5, yenə səhv yazdım. 35,5 qram. 1000 mol verib. 1000 mol nə qədər olar? X neçə? 35.500. 35.500. İndi yenə uşaqlar, bunu bizdən deməli kiloqramla soruşsa, bölərik 1000-ə. Bu neçə eləyər? 35,5. Tapdım xloru, keçirəm broma. Yenə 1 mol brom atomu nə qədər kütlə saxlayır? 80 qram. İndi bizə verib ki 500 mol. 500 mol nə qədər olar? X neçə eləyəcək? 40.000. 40.000-də bölsək kiloqrama çevirsək 1000-ə, bu deyir 40. 35,5, o da 40. Hardadır? C variantı. 55. Nədir bizə? Xlor 2 və N2-dən ibarət qaz qarışığının 100 millini kalium yodid məvzunu buraxdıqda 10.508 qram yod alınmışdır. İlkin qarışıqda azotun həcm payını hesablanır. Gəlin baxaq. Deməli, ilk öncə şagird nəyi bilməlidir? Bilməlidir ki, kalium yodiddən xlor yoxsa N2 reaksiyası daxil olur. Təbii ki, xlor daxil olur, düzdürmü? Yazırıq ki, kalium yodid üzərinə gəlsin xlor. Burada nə alınır? Yodu çıxardır xlor. Kalium xlor plus yod 2 dəfə. Deməli, bura bir dənə 2, bura bir dənə 2 düşür. Füsü. İndi nəyə diqqət edirəm? Normal şəraitdə birinci görüm nə qədər belə deyib qabımda xlor atomu var. Deməli, nə qədər xlor var ümumiyyətlə. Görürəm reaksiya normalda 22,4 litr xlor reaksiyası daxil olanda nə qədər kütlə çıxıb, brom çıxıb? 254 qram çıxıb da. Bunun kütləsi 254 qramdır. 254 qram brom çıxıb. İndi 0,508 qram çıxıbsa, bu nə qədər xlorun hesabındadır? X. X neçə eləyir? Deməli, neçə fazla bura kənara. Deməli, 500-ə bölsək 0,010.448. Bəli. 500 dəfə azaltdıq kənara. Deməli, tapdıq bunu neçə? 0,10.400 bir dəqiqə 0,10.448, bəli. İndi bizdən millidən soruşsa neçəyə vuracam? Bunu 1000-ə vuracam təbii ki. Bunu vururam 1000-ə. Bu neçə eləyir? Bu eləyir 44,8. Yəni xlor tapdım. Xlor tapdım. İndi 100 millinin 44,8-i nədir? Xlordur. Nə qədər azota qalır? 55,2. Tapdım azotun miqdarını. İndi həcm payını soruşursa, yenə 55,2-ni bölərsən neçə? Ümumi həcmə vurarsan 100-ə. Neçə eləyər bu? 100-lər gedə ilə 55,2 qalar. Y variantı. Yəni burada